Bugün Dövlət İqtisad Universitetində elm festivalı keçirilib. Elmin inkişafına həsr olmuş və ənənəvi olaraq hər il UNEK-də keçirilən festivalda Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil müəssisələrinin, eləcə də digər qurumların rəhbərləri iştirak ediblər. Rektor Professor Ədalət Muradov elmin təşviqi ilə bağlı UNEK-in iki mühüm təşəbbüsə, məktəbdən elmə, elm gözəldir və elmin populyarlaşdırılması layihələrinə start verildiyini bildirib. Rektor UNEK-də elmi rəqəmsallaşdırma ilə bağlı həyata keçirilən layihələr barədə də məlumat verib. Rəsmi hissədən sonra iştirakçılar gələcəyin alimləri və mühəndisləri adlı kreativ sərgi ilə tanış olublar. UNEK Dizayn Məktəbinin tələbələrinin əl işlərinə baxış keçirilib. Elm festivalı aprelin 10-na kimi davam edəcək. Festivalda çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev məktəblərin publik hüquqi şəxsə çevrilməsinin vacib olduğunu deyib. Nazir qeyd edib ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzun müddətli prosesdir. Növbəti mərhələdə bu pilot qaydada həyata keçiriləcək. Nazir Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılmasından da danışıb. Bəzi qurumlar ali təhsil müəssisələrinin tabeliyinə verilir, bəzi qurumlar isə ümumiyyətlə fəaliyyəti, belə deyək, qənaətbəxş olmayan qurumlar və yaxud da onların fəaliyyətini təkrarlayan digər qurumlar olduğu təqdirdə onların fəaliyyəti bu ilin sonuna qədər, yəni 2025-ci ilin sonuna qədər mərhələli şəkildə həmin qurumlar ləğv ediləcək. Ümumiyyətlə proses məhz ilin sonuna qədər mərhələli olaraq həyata keçiriləcək. Yəni bu o deməkdir ki, bütün orada yazılan bəndlər üzrə icraat eyni gündə, eyni vaxtda olmayacaq. Yəni burada bir mərhələ olacaq. Mən əvvəl də qeyd etdim, məqsəd təbii ki, hansı ixtisarlar deyil. Burada sadəcə olaraq yer dəyişmələrdən söhbət gedə bilər. Yeni yaradılacaq iki qurumun mahiyyəti daha çox layihə əsaslı, yəni tədqiqat layihələrinə əsaslanan və multidisiplinar, yəni bir sahəni deyil, bir neçə sahəni özündə birləşdirən və müxtəlif sahələrin birgə yəni tədqiqatlarına əsaslanan institutlar kimi planlaşdırılır.